Bax, bunu söz vermişdim. Çəkərəm yaxından göstərərəm. Bax, indi sənə necə başa salam. Bax, 1 metrə uzunluğudur ta bura qədər. Bax, bura kimi gəlib. Bax, buradan bir əlavə qutu kimi düzəltmişəm də öz içində. Nə üçün? Bax, o qabı, o çuxur kimi düzəltmişəm, çalaq kimi. Qabı ora qoymağa. Bax, qardaş, bilmirəm mən daha necə bunu izah edeyim ki, ətraflı. Bax, indi sentyabr ayıdır. Görürsən, sentyabrın 25-idir. Mən günəş var, amma o qədər də gücü yoxdur günəşin. Amma yenə də bu nukleoz ramkaların əridir. Bax, bu dəmir, qardaş, burada lazım deyil. Yəni, bu dəmir ki, mən bura vurmuşam. Nə üçün vurmuşam? Mənim hind ördəklərim buradan bu falqazol tikmişdim. Bu hissəyə də. Yəni, buradan o falqanı didib dağıdırdılar. Ona görə artıq list nazik dəmir var idi. Mən bunu vurmuşam bura. Bu vacib deyil. Üstü, qardaş, şüşədir. Bax. Bax, şüşədən. Bax, bu yaxından gör. Yəni, bunu bir dəfə görməklə heç izaha ehtiyac yoxdur. Bax, içinə dəmir, list, vanna kimi düzəltmişəm. Bax. Vəssalam. Daha bundan aydın bilmirəm mən necə göstərim, qardaş. Bu taxtanı qoymuşam ki, bunun qapısını qaldıranda buradan dəlik açmışam. Bu şurupa taxıram, yəni qol kimi iki tərəfdən. Bura bax, buna bir turba şuruplamışam əvvəl. Sonra o turbanı 20 santı bu turbanın içinə salmışam ki, bax, bu cür fırlansın hər tərəfə. Bax, hara istəyirsən fırlada bilirsən. Bax, belə, qardaş, rahat. İndi günəş hayana gedir. Mən də hər 2 saatdan bir balaca fırladıram. Vəssalam, çərçivələrdə nukleoz çərçivələr əriyir. Həm də, qardaş, bax, dezinfeksiya olunur. Çərçivələr, bu balaca ramkalar da bax təmizlənir. Bax, qaldı bunlar. Zibil, vəssalam.